Əziz izləyicilər, biz sizinlə bugün sadə cümlənin şəxsi görünürləri haqqında danışaq. Sadə cümlə nədir? Sadə cümlə bizim ifadə etdiyimiz hər hansı bir fikir üzərində qurulan cümlədir. Yəni burada bir fikir əsas götürülür, külək əsdi. Belə cümlələr həm müxtəsər, həm də geniş ola bilir. Müxtəsər cümlələr nədir? Müxtəsər cümlələr yəni yalnız baş üzvlərdən, mübtəda və xəbərdən ibarət olan qrammatik əsas belə təşkil olunan cümlələrdir. Geniş cümlələr isə ikinci dərəcəli üzvlərin də iştirakı ilə yaranan cümlələrdir. Misal göstərə bilərik, məsələn, hava sərindir, bugün hava sərindir. Artıq burada ikinci cümlə geniş cümlədir, hava sərindir isə müxtəsər cümlədir. Yəni, yalnız baş üzvlərin iştirakından yaranan cümlələrdir. Biz sadə cümlə haqqında məlumat aldıq. Sadə cümlənin aşağıdakı növləri vardır. Müəyyən şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə, ümumi şəxsli cümlə, şəxssiz cümlə və bir də adlı cümlə. Bu cümlələrin qrammatik əsasına, yəni mübtəda və xəbərə görə formalaşması baxımından da bu cümlələr fərqli xüsusiyyətə malikdirlər. Məsələn, müəyyən şəxsli cümlə həm mübtəda, həm xəbər əsasında formalaşa bilir. Müəyyən şəxsli cümlədə mübtəda şəxs bizə müəyyəndir, müəyyən olduğu üçün də biz ona müəyyən şəxsli cümlə deyirik. Müəyyən şəxsli cümlə cümlənin intonasiya cəhətindən həm nəqli ola bilər, həm sual cümləsi ola bilər, həm əmr cümləsi və nida cümləsi də ola bilər. Yəni, məqsəd və intonasiyaya görə müxtəlif cümlə növlərində də iştirak edə bilər. Müəyyən şəxsli cümlələr baş üzvlərdən də ibarət ola bilər, ikinci dərəcəli üzvlərdən də ibarət ola bilər. Müəyyən şəxsli cümlə bütün şəxslərdə ola bilən cümlələrdir. Mən oxuyuram, sən oxuyursan, o oxuyur. Biz oxuyuruq, siz oxuyursunuz, onlar oxuyurlar. Görürsə, bütün şəxslərdə ola bilər. Müəyyən şəxsli cümlədə, yəni mübtəda ola da bilər, olmaya da bilər, gizlənə də bilər. Məsələn, qaça-qaça gəldik. Burada şəxs olduğuna görə biz cümlənin müəyyən şəxsi olduğunu müəyyən edə bilirik. Qeyri-müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə mübtədası onlar təsəvvür olunan cümlədir, lakin onların cümlədə işləməsi yoxdur. Bizi oyatdılar. Sanki bizi oyatdılar. Kim oyatdı? Bu məlum deyil. Xəbəri yalnız üçüncü şəxsdə və xəbər əsasında formalaşan cümlədir. Xəbəri yalnız üçüncü şəxsdə cəmində olan cümlələrdir. Qeyri-müəyyən şəxsli cümlələrdə güya sanki elə bir modal sözləri, bənzətmə modal sözləri də işlənə bilər. Və qeyri-müəyyən şəxsli cümlələrin xəbərləri feil xəbərli olur. Qeyri-müəyyən şəxsli cümlələrdə hərəkət, hökm və hərəkət bir qism insanlar tərəfindən icra oluna bilir. Yəni, bütün insanlar tərəfindən icra olunmaya bilməz. Qeyri-müəyyən şəxsli cümlələrdə biz əgər onlar qoymuş olsaq, qapını döydülər. Onlar qapını döydülər, artıq bu müəyyən şəxsli cümlədir. Qapını döydülər. Mübtədanın bizə müəyyən olmaması aydın görünür. Yəni, qeyri-müəyyən şəxsli cümlələr məhz bu formada formalaşan cümlələrdir. Ümumi şəxsli cümlələr, adından da göründüyü kimi ümumi şəxsli. Yəni, burada mübtəda yoxdur. Təsəvvürümüzdə olan mübtəda hamıya aid olan mübtədadır. Yəni, ümumi şəkildə hərəkət və hökm burada icra olunur. Belə cümlələrə də biz mübtəda qoysaq, məsələn, Qız qalasında qədim eksponatlara rast gəlirsən. Bu, ümumi şəxsli cümlədir. Yəni, bütün turistlər Qız qalasına gedəndə orada qədim eksponatlara rast gəlirlər. Amma biz desək ki, sən Qız qalasında qədim eksponatlara rast gəlirsən, bu zaman artıq cümlənin mübtədası var və o bir nəfərə aid olur. Ümumi şəxsli cümlələr əsasən hikmətamiz sözlərlə, atalar sözləri ilə, aforizmlərlə ifadə olunan cümlələrdir. Məsələn, belə bir cümlə desək ki, igid ölər adı qalar. Bu cümlə atalar sözüdür, amma ümumi şəxsli cümlə deyil. Çünki igid burada ad sözü, igid sözü burada mübtədadır, yəni müəyyən şəxsli cümlədir. Düzəni payızda sayarlar. Bəli, bu ümumi şəxsli cümlədir və hamıya aiddir. Evdə papaqla oturmazlar. Bu da ümumi şəxsli cümlədir, yəni hamıya aiddir. Eyni zamanda, belə desək, palaza bürün, ellə sürün formasında olan ümumi şəxsli cümlələr də var. Yəni, burada xəbəri görürsünüz ki, ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində olur. Qeyri-müəyyən şəxsli cümlələrdə isə yalnız üçüncü şəxsin cəmində olur. Müəyyən şəxsli cümlələrdə isə həm birinci şəxs, həm ikinci şəxs, həm də üçüncü şəxsin təki və cəmində ola bilir. Müəyyən şəxsli cümlələrdə
İsmi xəbər və fe'li xəbərlərdən də ibarət ola bilir xəbərlər, amma qeyri-müəyyən şəxsli və ümumi şəxsli cümlələrdə xəbərlər, lakin yalnız və yalnız fe'li xəbərlərlə ifadə oluna bilən cümlələrdir. Şəxsiz cümləyə keçək. Şəxsiz cümlə adından da göründüyü kimi şəxsiz cümlədir. Mən həmişə belə cümlələrlə deyirəm ki, ay bala, gəlsəniz belə günün günorta çağı burada şəxsi tapa bilməyəcəksiniz. Çünki bunlar şəxsiz formalaşan cümlələrdir. Amma bunun xəbərləri həm ismi xəbər ola bilər, həm fe'li xəbər ola bilər. Frazeoloji birləşmələrdən də ibarət ola bilər. Məsələn, bugün ayın 3-üdür. Nədir? Ayın 3-üdür. Haçan bugün? Görürsünüz, müxtəsər də ola bilir, eyni zamanda geniş də ola bilir. Xəbərləri yalnız 3-cü şəxsin təkmilləridir. Frazeoloji, mənim ondan xoşum gəlir. Frazeoloji birləşmə ilə ifadə olunan. Həkimin xəstəyə acığı tutdu. Görürsünüz ki, burada yenə də mübtəda qoymaq mümkün deyil və şəxsiz cümlədir və şəxsiz fe'llər var dediyimizdə həmin fe'llərdə diqqət göstərildi, xidmət edildi. Məsələn, restoranda bizə xidmət göstərildi. Şəxsiz fe'llərdir. Adətən çox vaxt şəxsiz fe'llərlə işləndiyi halda belə cümlələrdə biz yönlük halın təsirini, yəni belə cümlələrdə daha çox yönlük halı işlənir. Bu da elə oradan göstərir ki, şəxsiz cümlələrdir. Keçirik adlı cümlələrə. Adlı cümlələr digər söylədiyim cümlələrdən fərqli olaraq mübtəda əsasında formalaşan cümlələrdir. Yəni bu cümlənin mübtədası yoxdur. Əgər mübtədası yoxdur, bunu necə başa düşürük? Yəni şəxs olduğunu qəbul edilmir, ona görə də mübtədası yoxdur. Belə cümlələrin ad halında olan cümlələrdir. Daha çox şeirlərdə, dram əsərlərdə, remarkalarda işlənən cümlələrdir. Şuşa qalası. Şuşa qalası görürsünüz. İsmi birləşmədir. İsim və ismi birləşmələrdən ibarət olan cümlələrdir. Burada mövcudluq var. Biz elə məlumatı mübtədanın özündən alırıq. Yəni mübtəda əsasında qurulan həm geniş, həm də müxtəsər ola bilən cümlələrdir. Vaqifin evi. Nə Vaqifin evi? Görürsünüz ki, 1992-ci il şaxtalı bir qış günü. Qış günü. Necə gün? Şaxtalı. Burada təyin də işlənə bilir. Bu formada qurulan cümlələrdir. Ona görə də ad halında olan cümləni bizə müəyyən edir. Belə cümlələrin bir tipi də var. Bura aid deyil, amma söz cümlə haqqında da məlumat vermək istədim. Söz cümlə nədir? Söz cümlə üzvlənməyən cümlədir. Yəni cümlə üzvü ola bilməyən cümlələr sırasına daxildir. Belə cümlələr daha çox dialoqlarda işlənir və eyni zamanda köməkçi nitqisələr, modal sözlər, təsdiq və inkar bildirən modal sözlərə belə cümlələrin ifadə vasitəsi olur və onlardan sonra gələn hər hansı bir söz cümlə üzvü ola bilər. Məsələn, dərsə hazırsan, bəli. Təsdiq və inkar ədatları burada işlənir, modal sözlər işlənir, nidalar işlənə bilir. Olan ifadə vasitəsi bunlardan ibarətdir və bunlar heç vaxt cümlə üzvü ola bilmirlər. Nəyə görə cümlə üzvü ola bilmirlər? Çünki leksik mənaları yoxdur. Belə cümlələr daha çox məişət üslubunda, daha çox dialoqlarda bizim qarşımıza çıxan cümlələrdir. Diqqətinizə görə təşəkkür edirəm.